tamaşaçıları, əziz gənclər, ilk öncə hər birinizi İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi adından salamlayıram. Bu günləri burada olmaqdan, sizlərlə birlikdə olmaqdan məmnunluq duyuruq. Bizlərə nə xoş ki, biz layihəmizi ölkəmizin regionlarında həyata keçirir, gənclərlə birgə ünsiyyət qurmaq imkanı əldə etmişik. Bugünkü tədbirimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən regionlarda incəsənətin gənclər arasında təbliği layihəsi çərçivəsində sizlərlə görüşmək və cəmiyyətimizdə incəsənətin rolu, gənclər arasında və milli mənəvi dəyərlərimizin qorunması istiqamətində fikir mübadiləsi aparmaq üçün bu auditoriyaya, bu regiona toplaşmışıq. Və bugün bizə ev sahibliyi edən bu tədbirin təşkilatçılığında Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və Uşaq Musiqi Məktəbinin rəhbəri Arif müəllimə özlərinin təşəkkürünü bildirirəm. Çox sağ olun Arif müəllim. Bu günləri həyata keçirdiyimiz tədbir yalnız gənclər arasında məlumatlandırıcı deyil, eyni zamanda milli mənəvi dəyərlərimizin qorunması istiqamətində öz töhfəsini verəcəkdir. Hər bir gəncin incəsənət sahəsində inkişaf potensialının üzə çıxarılmasında, onların yeni ideyalarının üzə çıxmasına böyük töhfə verəcəkdir. Bizim bugünkü layihəmizin əsas məqsədi odur ki, biz gənclər arasında incəsənətə maraq oyadaq və yaradıcı gəncləri aşkarlayaq, onlara gələcəkdə bu istiqamətdə öz fəaliyyətləri uğrunda biz onlara dəstək göstərək. Biz bilirik ki, hər bir xalqın öz mədəniyyəti, incəsənəti vardır və Azərbaycan özünə illər boyu zəngin mədəniyyət yaratmışdır. Və bizim borcumuz da bu zəngin mədəniyyəti qorumaq, bu torpaqlarda şairlərimiz, sənətkarlarımız, yazıçılarımız, rəssamlarımız yetişmişdir. Bizim bugün əsas məqsədimiz həmin milli mənəvi dəyərlərimizi qorumaqdır. Çünki hər bir xalq öz milli mədəniyyətini qoruyursa, öz kimliyini və mənəvi dəyərini qoruyur. Siz gənclərin əhatəsində bu günləri dünyada böyük çağırışlar qarşınızda dayanır. Sürətlə dəyişən dünyada informasiya quruluğu, sosial şəbəkələrin aktivliyi bəzən gətirib gəncləri mənəvi dəyərlərdən uzaqlaşdırır. Buna görə də belə bir vaxtda incəsənətin gənclər arasında təbliği, onların düzgün istiqamətləndirilməsində, asudə vaxtlarının səmərəli keçirilməsinə böyük töhfə verir. Və bizim bu günləri Azərbaycan mədəniyyəti, incəsənəti dövlət qayğısı ilə əhatə olunmuş və yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu günləri bizim ölkəmizin rəhbəri Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət və incəsənətin inkişafı dövlətin əsas siyasi prioritet istiqamətlərindən birinə çevrilmişdir. Muzeylərin, mədəniyyət mərkəzlərinin, tarixi abidələrin bərpası, yaradıcı gənclərin inkişafı bizim milli mənəvi dəyərlərimizin qorunması istiqamətində böyük töhfə verir, milli incəsənətimizin beynəlxalq aləmdə tanıdılmasına, təbliğinə böyük töhfə verir. Və bizim ölkəmizin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həyata keçirdiyi mədəni, humanitar layihələrin həyata keçirir və bu da bizim milli mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində aşıq sənətinin, muğamın və daha sonra xalçaçılıq, digər adət-ənənələrimizin təbliği istiqamətində böyük işlər görülməkdədir. Və bu günləri bizim işğaldan azad olunmuş torpaqlarımıza qayıdış prosesi sürətlə davam edir və belə bir dövrdə bizim milli mənəvi dəyərlərimizin qorunması istiqamətində tarixi abidələrimiz, muzeylərimiz bərpa olunur. Bu da onun göstəricisidir ki, dövlətimiz mənəvi dəyərlərinə necə diqqət göstərir, bu da onun bariz nümunəsidir. Əziz gənclər, hər birinizin daxilində öz incəsənətlə bağlı özünüzün marağı vardır və bunu vaxtında düzgün istiqamətləndirmək
lazımdır. Çünki bəziləriniz rəsm, bəziləriniz musiqi, bəziləriniz isə səhnə qabiliyyətiniz daha genişdir və ona görə siz vaxtında düzgün istiqamətləndirilməlisiniz. Çünki böyük uğurlar kiçik adımlardan başlayır. Ona görə siz vaxtında düzgün öz incəsənətə marağınız varsa bu istiqamətdə təhsil almalısınız. Bəzən biz paytaxtda keçirdiyimiz tədbirlərdə baxırıq ki, valideynlərin təhkimi ilə incəsənətə marağı olan gənclər başqa sahədə təhsil alır. Ancaq bu da bəzən uğursuz nəticələnir. Biz bu yaxından Slavyan Universitetində tədbirdə idik. Burada ikinci kurs tələbəsi ayağa qalxdı. Bizim tədbirin tamamilə fərqli idi, mövzusu incəsənətlə bağlı deyildi. Akapella dedi ki, mən mahnı müşayiət oxumaq istəyirəm. Biz onu səhnəyə dəvət etdik. Həqiqətən musiqisiz o qədər çox gözəl ifa etdi ki, bizə maraqlı gəldi və mən sual verdim ki, siz burada Slavyan Universitetində hansı fakültədə, hansı təhsil alırsınız? O bildirdi ki, mən valideynimin təhkimi ilə mən tamam incəsənət sahəsində deyil, biz başqa sahədə müəllimlik peşəsində. Amma 2 ildir oranı davam etdirib, heç bir uğur qazanmamışdı. Və biz o həmin gəncə dəstək olduq. Biz öz ansamblımızda onu konsert proqramlarına çıxartdıq və ona məşqlər həyata keçirdik və bu günləri həmin gəncə dəstək olmuşuq, konsertlərə çıxarıb onun səhnə yaradıcılığına artırmışıq. Və bizim də təşkilatın əsas məqsədi odur ki, nizamnaməmizdə əsas məqsəd mədəniyyətin, incəsənətin sahəsində inkişaf və dövlətin mədəniyyət və incəsənət sahəsində apardığı siyasəti dəstəkləmək, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir. Və biz rəsmi olaraq sentyabrın 29-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatlarını keçmişik və fəaliyyət göstəririk. Və biz bu günləri qısa müddət ərzində bir çox işlər görmüşük, layihələr həyata keçirmişik, bir çox dövlət tədbirləri etmişik və bunun axırıncı bizim sonuncu tədbirimiz dünya miqyaslı BMT-nin həyata keçirdiyi bu 13 Səslərdə Şəhər 13 Memarlıq Ritmi adlı tədbiri həyata keçirdik. Və biz bu tədbirə öz Zəfər Yurdu ansamblımızla qoşulmuşuq. Biz İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin nəzdində Zəfər Yurdu ansamblı yaratmışıq və bura 60 nəfər heyətdən ibarətdir. Burada hər bir növ janrda musiqiçilərimiz, peşəkar musiqiçilərimiz vardır. Konservatoriyada təhsil alan, akademiyada təhsil alan, akademik vokal, milli vokal, estrada janrında, aşıq sahəsində təhsil alan gənclərimiz var və bunlar muğam sahəsində və bunlarla biz həmin dünya miqyaslı tədbirdə iştirak etdik. Səslərdə Şəhər 13 Memarlıq ritmində urban şəhərsalmada Azərbaycan mədəniyyətini təmsil etdik. 13 kompozisiyadan ibarət olan musiqimiz yerli və beynəlxalq qonaqlar tərəfindən çox möhtəşəm qarşılandı və bu da bizim bir uğurumuzun bir nəticəsidir. Bizi qürurlandırır ki, biz nə yaxşı Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmaq bizə qismət olubdur. Və bu gün vaxtında mənim övladım da bu musiqi məktəbində təhsil almışdır və bu günləri mən Sevda xanıma, Gülnar xanıma öz təşəkkürümü bildirirəm ki, o da bir gənc idi. Mən onu fortepiano üzrə təhsilə qoymuşdum. Ancaq ki, onların sayəsində mən bildim ki, onun səsi var, vokal sahəsi üzrədir. Günəş xanım, çox sağ olsun, təşəkkür edirəm. Həmin gəncimizə çox böyük dəstək oldu və o artıq bu günləri ikinci təhsilini alır. Humanitar kollecini bitirdikdən sonra artıq konservatoriyanın ikinci kurs tələbəsidir və həmin təşkilatın da sədr müavini olaraq fəaliyyət göstərir. Mart ayında Azərbaycan mədəniyyətini biz Tacikistan ölkəsində təmsil etdik. Bizə sevindirici haldır ki, biz həmin 30 ölkənin iştirak etdiyi tədbirdə biz Azərbaycan mədəniyyətini Müslüm Maqamayevin Azərbaycan musiqisini ifasında səsləndirdik və həqiqətən siz bunu canlı görmək lazım idi ki, xarici qonaqlar həmin ölkə bizim Azərbaycan mədəniyyətini təmsil etdik və o musiqini necə möhtəşəm, gözəl qarşıladılar. Və əziz gənclər, bu günləri mənim sizə tövsiyəm odur ki, siz də incəsənət sahəsinə marağınız artsın. Regionlarda çox istedadlı gənclərimiz var və biz cəmiyyətdə də həmin gənclərə dəstək olmaq bizim borcumuzdur ki, biz zamanında onlara dəstək olaq, onların həmin fəaliyyəti, həmin uğuru nəticəsində onlar gələcəkdə
tanınmış, fərdi bir şəxsə çevriləcəksiniz. Ona görə vaxtında düzgün, öz istədiyiniz sahə üzrə təhsilinizi davam etdirməyinizi arzulayıram və bu günləri bizə ev sahibliyi edən hörmətli Arif müəllimə mən söz vermək istərdim. Həqiqətən də ömrünün demək olar ki, çox bir hissəsini incəsənət sahəsində, incəsənət yolunda fəda edən hörmətli Arif müəllim, sizə çox təşəkkür edirəm. Vaxtında mən də sizin musiqi məktəbinizdə təhsil almışam. Nə xoş ki, mən bu günləri, bu auditoriyada sizin yanınızda çıxış etmək mənə nəsib olubdur. Çox sağ olun Arif müəllim. Mən istərdim bizim gənclərimizə bu sahədə köklənsin. Çox sağ olun. İlk öncə Şəhərli şəhərli arkadaşlar musiqi məktəbində sağ olun deyirəm. İncəsənətin inkişafı tərəqisində dəstək ictimai birliyinin hörmət tərzinin Aksaraya salınması, Aksarada keçirilməsi bizim üçün çox xoşdur, sevindirici haldır. Aksarada Respublikanın paytaxtından 5 kilometrlərinin olmasına baxmayaraq, yəni siz də bilirsiniz, burada mədəniyyətin inkişafına, incəsənət tərəqisindən xüsusi fikir verilir, gənclərimizin, uşaqların, yeniyetmələrimizin musiqiyə həvəsi, musiqiyə meyilliyi burada heç də aşağı səviyyədə deyil, yüksək səviyyədədir, mən elə hesab edirəm. Burada bizim fəaliyyətimiz dövründə kifayət qədər istedadlı uşaqlar üzə çıxıbdır. Təbii ki, bizim əsas vəzifəmiz gənclərin estetik tərbiyəsinin formalaşmasında mühüm rol oynamaqdır. Bunu da burada iştirak edən gənc müəllimlər çox vicdanla həyata keçirirlər və bunun sayəsində ilbəil bizim məktəbin məzunları həm eyni zamanda birbaşa bu ixtisasını artırmaq yolunda öz gələcək həyatlarını müəyyənləşdirirlər, musiqi təhsillərini davam etdirirlər, daha ali məktəblərdə, orta məktəblərdə. Bu çox sevindirici haldır. Bizim məktəbin məzunlarından elə il olub ki, 10 nəfər şagird Asiyalı musiqi kollecində musiqi təhsilini davam edirlər. Bizim məktəb rəhbərliklərinin hamısından əlaqəmiz vardır. Onlar bizə hər zaman şəxsən mənə təşəkkürləri bildirirlər ki, orada tədris doğru istiqamətdə irəliyir, yanaşma doğrudur və bunun sayəsində də ora gedən, yəni bizdən buranı tərk edərək məzun olaraq ora gedən təhsilləri davam etdirən şagirdlərimiz, məzunlarımız orada yüksək nəticələr göstərilir, məktəbimizi uğurla təmsil edilir və nəhayət hesab edirik ki, Respublikamız üçün layiqli bir vətəndaş kimi, təbii ki, ən öncə bir vətəndaş kimi yetişməyə yanaşı bir ictimai belə incəsənət tərəfindən də müəyyən biliklərə sahib olurlar və bunu təbliğ edirlər. Bu günləri bildiyimiz kimi Respublikamızın, dövlətimizin gənclərin inkişafında çox mühüm tədbirlər həyata keçirirlər. Yəni, istər dövlət proqramları olsun, istər çox sevindirici haldır bu tədbirlərə qeyri-hökumət təşkilatları da uğurla qoşulurlar, bu çox yaxşı haldır. Və bu tədbirlərin keçirilməsi nə verir? Yəni, bunu təbii ki, ilk növbədə bunu dəyərləndirməliyik. Gənclər bilirlər ki, onlara hər zaman həm dövlətin dəstəyi var və həm də qeyri-hökumət təşkilatlarının da dəstəyi var. Bu çox normal haldır. Rəqsiz qurumlarımız kimi hər hansı bir gəncin və yaxud da gənclərin incəsənət sahəsində, inkişafında, onun tərəqqisində müəyyən bir dəstək olunursa da, müəyyən bir köməklik göstərirsə, bu çox gözəl haldır. Düzdür, elə olur ki, uşaqlar istədikləri bölgədə həyatlarını davam etdirirlər, yəni valideynlərin arzulara, istəyinə bağlı olaraq incəsənətə meyilli olan uşaqlar, incəsənət qabiliyyəti olan uşaqlar digər sahələrə gedib düşürlər. Əslində, onlar bu sahədə davam etdirsək, həm ölkəmizdə, dövlətimizdə daha çox şey vermiş olarlar. Özlərinin nailiyyətləri də daha gözəl olar, daha yaxşı olar. Ona görə də təbii ki, biz əgər incəsənət sahəsində çalışırıqsa da, gənclərin ilk növbədə bu sahəsində olan bilik və bacarıqlarını, istedadlarını üzə çıxarmağa çalışmalıyıq, təbliğ eləməyə çalışmalıyıq. Gördüyünüz kimi, burada bizim gənc deməli, bu sahədə təhsil alan şagirdlərimiz də vardır. Onlar da yəqin ki, öz qabiliyyətlərini nümayiş etdirəcəklər burada. Mən bir mənalı olaraq kollektivimiz adından bu təşəbbüsləri hər zaman dəstəkləmişəm. Bugün də sizin bilmək istəyirəm ki, bu müsbət qaldır.
Gençlerimiz her zaman bize sənətə meyillidirlər. Bizim Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, nə qədər qonşu, yəni mənfi qonşularımız deməli, A'dan Z'yə baxırsan dolarsa ki, bütün istifadə edəcəkləri musiqilər, hamısı hətta iş öyrətsələr ki, muğamlara da girişiblər, muğamlar. Hamısı bizim mədəniyyətimizin, milli mənəviyyatımızın məhsulidir. Hərdən düzdür ki, müzik çıxlanırsa da, amma yenə də nə qədər kimlər bunu uğramaq çalışsa da bizim köklü mədəniyyətimiz, köklü millərə dayanan mədəniyyətimiz nə qədər kimlərinsə oradan nəsə götürməyə çalışsa da yenə də zənginliyini qoruyub saxlayır, yenə də zəngindir, bizim xalqımızın sənətə meyillidir, bizim xalqımızın folkloru, mədəniyyəti, aşıq mədəniyyəti, folklor mədəniyyəti o qədər zəngindir ki, yəni bu nəinki Cənubi Qafqazda, eləcə bütün dünyada məşhurdur. Yəni hər bir xalq bizim milli mənəvi dəyərlərimizin yüksək olmasını həmişə yüksək qiymətlədir. Mən bir də kollektiviniz adından sizə təşəkkür bildirirəm. Bu yolda, tutduğunuz yolda uğurlar arzulayıram. Davam etdiyiniz bu çox lazımlı, çox vacib bir işdə sizə böyük uğurlar arzulayıram. Hörmətli tədbir iştirakçıları, mən istərdim indi sözü Ağstafa Uşaq Musiqi Məktəbinin şöbə müdürü və hər birimizin hörmət etdiyi Günəş müəllimə. Günəş müəllimə, mən də istərdim siz gənclərimizə, öz tövsiyənizə bu sahədə, burada sözlərinizi deyəsiniz. Çox sağ olun söz verdiğiniz için, Ayfer, çok sağ olun sizə. Mən Ağstafa Şəhər Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdürüyəm. Musiqi bir iki şagirdlərin bədii estetik zövqünün formalaşmasında çox mühüm rol oynuyor. Bu məktəbin, musiqi məktəbinin müəllimləri, eləcə də bütün müəllimlər başda özüm olmaqla çalışmalıyıq ki, cəmiyyət üçün yararlı fərq yetişdirək və incəsənət sahəsində də gənclərimizə lazım kömək olaq, lazım dəstək olaq. Bu sahədə çox çalışmalıyıq, yəni bu da hər bir müəllimin borcudur. Bir daha sizə çox sağ ol deyirəm bu fürsət yaratdığınız üçün, məktəbimizə xoş gəlmişsiniz. Çox sağ olun. Mən istərdim indi sözü verim hörmətli Afət müəllimə. Afət müəllimə, istərdim ki, bizim gənclərimizə, müəllim heyətimizə, sizlər öz tövsiyənizi, öz xoş sözlərinizi deyəsiniz. Mən də o gənclərə arzu edirəm ki, əgər bunlar musiqiyə tutulurlarsa, musiqiyə yaxşı yələnsinlər və elə bir, yəni elə yələnsinlər ki, burada bu bir fayda bunların öz müəllimlərinə düşür. Çox sağ olun. Siz də sağ olun, çox sağ olun. Təşəkkür ederim. Mən istərdim ki, indi sözü verim hörmətli Sevda müəlliməyə. Mən çox istərdim ki, o öz xoş sözlərini desin. Hər kəsə nəsib olmur. Bu mənim öz müəlliməm, fortepiano müəlliməm olub. Daha sonra övladıma təhsil veribdi və bir müəllim olaraq ona öz təşəkkürümü bildirirəm və istərdim ki, bizim gənclərimizə öz tövsiyəniz bu yolda verəsiniz. Şagird yerindək ki, şagird yetişdirək ki, onları gələcəkdə bizim cəmiyyətə xeyirli olsunlar, başarılı olsunlar. Ən başdan elə mənim yeni şagirdlərim var ki, bizə hamısı müəllimədir, özü də yaxşı savadlı müəllimədir. Yəni bizim əsas işimiz olur ki, sizinlə qəşəng edib, savadlı gənclər yetişdirək. Çox sağ olun, təşəkkür ederim. Hörmətli tədbir iştirakçıları, əziz gənclər, mən gənclərə ünvanlanıram. Mən istərdim ki, siz təhsil aldığınız sahədə öz fikirlərinizi, təkliflərinizi bizə verəsiniz. Çünki biz bu günlər bu bölgədə, bu regionda iştirak ediriksə,
Bizim əsas məqsədimiz odur ki, biz bu sahədə fəaliyyət göstərən gənclərə gələcəkdə dəstək olaq və yaradıcı insanların dəstəklənməsində və onların lazımi yerlərə təqdim olunmasında biz onlara dəstək göstərək. Danışa bilərsiniz, əziz gənclər. Bugün o qədər inkişaf ediblər ki, onların hər bir sözü bizim üçün bir layihədir. Onların hər bir təklifi bizim üçün önəmlidir. Və siz bizə təkliflərinizi verin. Biz sizin gələcəkdə, çünki təşkilatın nəzdində Zəfər Yurdu Ansamblı fəaliyyət göstərir. Mənim bugün bu bölgədə, bu regionda olmağımın əsas məqsədi odur ki, mən incəsənətli gənclər arasında təbliğ edim və gələcəkdə həmin ansamblın burada filialını yaradım. Və biz dövlət tədbirlərlə birgə həmin regionlarda konsertlərə, festivallara üz yol qoyaq, birgə addımlayaq. Buyur, eşidirik səni. Çox sağ olun sizə dəstəyiniz üçün. Burada hər mənimizə görə dəyərlidir və siz çox sağ olun ki, belə bir yerdə tərəfindən burada bu məktəbdə oxuduğuma çox şadam. Nə yaxşı ki, mən bu yola düşdüm. Əgər mən yolum bu yola düşməsəydim, bəlkə də mən heç yerə gedə bilməzdim. Mən yaxşı ki, mən elə fikrim budur ki, sizlər kimi, sizin bir savadınız kimi mən də müəllim olmaq istəyirəm. Günəş müəllim kimi sizin var. Çox sağ olun. Sağ olun. İnşallah gələcəkdə biz də bu auditoriyaya gələndə səni möhtəşəm bir saz ifadısı kimi görək və biz də öz dəstəyimizi sizə göstərək, dövlət tədbirlərinə çıxardaq, səhnə yaradıcılığında biz sizə dəstək olaq. Sağ olun. Bizim bu tədbirdə hər hansı müəllim heyətimizdən, hər gənclərimizə tövsiyə, yaxud bizə ünvanlayacağı nə isə varsa buyurun. Və biz bunu həqiqətən də bu günləri keçirdiyimiz tədbirləri dövlət səviyyəsində saytlara verəcəyik və bunun haqqında məlumat verəcək. Buyurun, Rəna müəllimə, siz nə isə bir sözünüz varsa buyurun. Gülnar müəllimə, Nərmin müəllimə, nə xoş ki, hamısını tanıyırıq, adlarını bilirik. Reyhan müəllimə, son zəhət çox gözəl sözlər deyirdiniz, bugün də bizə yaxşı xoş sözlərinizi deyirik. Öncəliklə deyim, xoş gəldiniz məktəbimizə. Mən deyərdim ki, gənclər bizim dünəmimiz, bugünümüz, gələcəyimizdir. Dünəmimiz ona görə deyirəm ki, gənclərimizin sayəsində 44 günlük müharibəni utduq, qələbə qazandıq. Bugünümüz ona görə deyirəm ki, bugün biz onların ətrafındayıq. Gələcəyimiz ona görə deyirəm ki, gələcəyimiz əmin əllərdə olsun gənclərimiz üçün. Gənclərimizə uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkür edirik. Başqa sözü olan varsa buyursun. Yoxsa biz artıq bədii hissəmizə başlayaq və biz bədii hissəmizdən sonra heç yerə getmirik. Bizim orada çay, kofe hazırlamışıq. Orada sözlərimizi səmimi ortamda bir-birimizə deyə bilərik. Burada deyə bilməyəcəklərimizi. Buyurun.
Hörmətli tədbir iştirakçıları, çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm və bir dənə Narin müəllim harika fotosu çəkdilərdi. Daha sonra foto-breakdə səmimi söhbət edəcəyik.